Bu cihazımız REM cihazıdır, Foz kapasitəsinin REM cihazıdır. Bu cihaz 40 xəstəliyi müalicə edir. Tərkibində 3 dənə funksiyası var. Demək, bu ayaqlarda anionla birinci qoşuruq. Anion belə ayaqlarda olan infeksiyalar, mikrobu, göbələk xəstəliklər varsa, ondan sonra podagra varsa onlara müalicə edir. 6-7 dəqiqədən sonra bunu idman rejiminə qoyuruq. Elə insanlar var, əzələ yatmış olur, yürüyüş edə bilmir, idmanla məşğul ola bilmir. İdman rejimində bu infarkt, insult, ondan sonra qrıja, kifoz, skalyoz, oynaq ağrıları belə bir çox xəstəlikləri müalicə edir. Əgər böbrəkdə daş varsa, xolesterinin səviyyəsi yuxarıdırsa, şəkər varsa, məddə altı vəziyyə insulin verir, şəkəri müalicə edir, cinsi zəifliyi bərpa edir, ondan sonra qan dövranı düzəldir, bədəndə olan soyuqdayımı, qanda olan, sinirdə olan iltihabı müalicə edir, aradan qaldırır. Yəni bu birinci göy işığından, yəni ağ işığından sonra, göy işığından sonra da qırmızıya çevirəcək. Hətta damarlarda qan axımı nətər lazım, lampiçkamız burada yoxdur, lampiçka şəş olardı. Biz lampiçka ilə nətər toka qoşulur. Nə deyirlər o? Navigator deyirlər, nə toku yoxlayır. İndikator. Hə, bax o. Ondan bizim lampamız var elə, vururuq ayaqlarda. Əgər o toka vuranda tok yoxdur, işıq yanmır. Burada da ayaqlarda axın yoxdursa, damarlar yaxşı işləmirsə, həmin işıqla yoxlayanda göstərir ki, damarlarda tıxanma var, damarların vəziyyəti necədir, yaxşı işləyir, yoxsa zəif işləyir. Bu qədər. Yəni bu aparat möcüzəli bir aparatdır, əsrin möcüzəsidir. Çox gözəl.